Değerli izləyicilər, hər birinizi kanalımdan salamlayıram. Bu günləri Qarabağ kətəsi hazırlamışam. Çox gözəl, yumuşaq kətələr alınıb. Hazırlamaq üçün bizə lazımdır 1 stəkan ilıq süd, yarım stəkan şəkər tozu, biraz duz, 1 xörək qaşığı quru maya, 100 qram yağ. Yağı deməli dağ eləməmişəm. Elə adicə əritmişəm biraz. O formada istifadə eləmişəm. 2 ədəd yumurta. Yumurtanın deməli birinin sarısını saxlayıram. Yəni 1 ədəd yumurtanı bütöv, ikinci yumurtanın ağı, sarısını isə üzəri üçün saxlamışam. 1 paket vanil, daha sonra 4 stəkan unu əlavə eləyirəm və yarım stəkan unu da kənarda saxlayıram ki, unu çox yumuşaq olsa xəmirim, həmən yarım stəkan unu da istifadə eləyəcəm. Elə deməli istifadə, daha doğrusu elədim həmən yarım stəkanı. Toplam mən 4 stəkan yarım un istifadə elədim burada. Əziz xanımlar, siz xəmir eləyəndə ola bilər ki, 5 stəkan da un istifadə eləyə bilərsiniz. Yəni yumurtanın böyüklüyündən aslı, unun keyfiyyətindən aslı olaraq. Əsas odur ki, yumuşaq xəmir alınsın. Mən 4 stəkan yarım undan istifadə elədim. Qoyuram xəmirimizi mayalansın, içliyi hazırlayıram. Burada 1 stəkan şəkər tozu, 1 paket vanil, yarım stəkan da kərə yağı. Burada yarım stəkan dedikdə, yəni 100 qram kərə yağı əlavə elədim. İçliyi hazırlamaq üçün 1 stəkan da un mazı hazırlayıram. Baxın, burada deməli 1 stəkan şəkər tozuna 1 stəkan un mazı hazırlayanda baxın bu formada olur. Hansı ki, kətənin içərisində belə qənd kimi, yapışqan kimi hiss olunan içlik olur onda. Mən yarım stəkan da undan əlavə elədim. Stəkan yarım un istifadə elədim bu formada. Baxın, içliyi hazırladım. İndi siz istəsəniz, məsəl üçün içliyi daha çox şirin olsun, yapışqan kimi olsun, belə hiss olunsun içəridə içlik. 1 stəkan şəkər tozuna 1 stəkan un istifadə eləyə bilərsiniz. İçli üçün mən stəkan yarım undan istifadə elədim. Xəmirimiz mayalandı. 6 kündəyə ayırıram. İkisi biraz böyük, amma yerdə qalan 4 dənəni isə biraz xırda kündə tutdum. Xəmirimiz kündəyə təzədən kündələyəndən sonra kündəyə düşməsini gözlədim. Daha sonra gördüyünüz kimi yayıb içliyi yığıram. Burada sizə içlik çox görünə bilər, amma qətiyyən elə deyil. Çalışın ki, bütün içliyi bu kündələrə istifadə eləyəsiniz hamısını. İçi belə yığanda çox görünə bilir, amma bişəndə, məsəl üçün bu yaydığımız xəmir kündəki var, o bişəndə biraz köpür. Ona görə iç az olmasın deyə bu içliyin hamısını mən bu xəmirə istifadə elədim. İçliyi yığandan sonra gördüyünüz qaydada oxlovla yayıb yenidən kündəyə qoyuram. Qeyd edeyim ki, əziz xanımlar, deməli mayalı xəmir, hansı ki bütün xəmirlərimizə, hansı xəmirlərimizə daha doğrusu maya istifadə eləyiriksə, istəyir çörək olsun, istəyir kətə, istəyir bulku, fərqi yoxdur. Deməli xəmirə hər dəfə əl vuranda, kündələyəndə, məsəl üçün gözləməliyik ki, kündəyə düşsün. Məsəl üçün bulka hazırlayırıqsa, qoyuruq təzədən yenə kündəyə. Yəni hər dəfəsində xəmirə əl vuranda, nəsə bir şey hazırlayanda mayalı xəmiri hər dəfəsində gözləmək lazımdır ki, təzədən həmən xəmirimiz elə bil təzədən kündəyə düşsün. Yenidən içliyi yığıb göstərirəm. Baxın, necə bol-bol içliyi yığdım və kənarlarını birləşdirdim. Yenə yayıb qoyuram listə. Biraz gözləyirəm, yenə kündəyə düşsün kətələr. Kündəyə düşəndən sonra deməli kətələrin üzərinə hansı ki 1 yumurtanın sarısını saxlamışdım. Həmən yumurta sarısının üzərinə süd əlavə edib qarışdırıb kətələrin üzərinə çəkirəm. Üzərinə çəkəndən də sonra çəngəllə iz qoyulur. İstənilən formada iz qoya bilərsiniz və çəngəllə dəliklər açıram kətələrin üzərinə ki, çox üzü belə qabıq kimi köpməsin. Hərdən olur belə bişirəndə üzünə çəngəllə vurmayanda qabıq kimi ayrılır, elə bir üz qatı köpür. 180 dərəcəli sobada qoyuram, alt üst qızarana qədər bişir. Hazır oldu gördüyünüz kimi, çox gözəl, yumuşaq kətələr alındı. Əziz xanımlar, təsəvvür edin ki, bir gözəl ətri gəlir bunun. Yəni bunun içliyini də kərə yağı ilə hazırlamışam. Mükəmməl bir ətri var. Dadı da həmçinin çox gözəldir. Baxın, burada kəsib iç görkəmi də sizə göstərim. Hansı ki, bayaq içlikdən danışdım. Mən stəkan yarım un qatdım içliyə. Siz istəsəniz içi tam yapışqan kimi olsun, onda içliyə 1 stəkan un qata bilərsiniz. Amma mənə elə gəlir, belə daha gözəldir. İnşallah siz də hazırlayın, çox bəyənəcəksiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, sağlıqla qalın. Videonu bəyənməyi də unutmayın.